Hörmətli izləyicilər, hər kəsi salamlayırıq. Bu dəfə patologiyalardan deyil, normal anatomik bölgələrdən danışmağa çalışarıq. Bu bölgələr normal anatomik bölgələr olub, amma bizə bəzən toxunduqda, bəzən güzgüdə fərq etdiyimizdə patologiyadır deyə düşündüyümüz bölgələrdir. Son vaxtlar daha çox müraciət olunduğunu gördük və diqqətimizi çəkən bölgələrdən oldu. Ona görə də bu bölgələri bir neçəsini sizlərlə də paylaşmaq istəyərdik. Birinci, döş qəfəsinin ön hissəsində, döş sümüyünün aşağısında xəncərə bənzər çıxıntı dediyimiz bölgədir. Bu bölgə ən çox arıq adamlarda fərq olunan bölgədir. Arıq adamlar bu bölgəyə toxunduqda sanki orada bir çıxıntı var, şişkinlik var, patologiya var deyə müayinədən keçməyi qərar verirlər. Bu müayinədən sonra da bu bölgələrin tam normal anatomik struktur olduğunu görürük. Digəri kəllədə, arxa hissədə, ənsə sümüyü bölgəsində xarici ənsə protuberansı dediyimiz bir çıxıntıdır. Bu kəllənin arxa hissəsində olur. Bunu da daha çox valideynlər uşaqlarda fərq edib, uşaqları bunun üçün müayinəyə gətirirlər. Bu bölgəni də normal müayinədə, MRT-də, tomoqrafiyada müayinədən keçirdikdən sonra tam normal bir anatomik bölgə olduğunu görürük. Doğrudan da radiologiyada belə bir məqam var. Bəzən normal düşündüyümüz, problemsizdir deyə düşündüyümüz sahələrdə narahatçılıqlar olur. Müayinələrdə ciddi dərəcədə problemlərlə qarşılaşırıq. Bəzən isə biraz əvvəl sadaladığımız görüntülər üzərində hansı ki danışmışdıq. Tam patologiya kimi düşünürük, amma görüntülərdə tam normal bir sahələr kimi rapor olunur, cavablandırılır. Bu nüanslar düşünürəm ki, hər zaman vaxtında, zamanında və həkim mütəxəssisi ilə birlikdə qiymətləndiriləndə daha doğru olur, qarşısı alınmaz fəsadlara gətirib çıxarmır. Hər kəsə sağlamlıq, xəstəliklərdən uzaq olmağı arzu edirik.